Choose the correct sentences with the noun in the possessive case. Yiyəlik halda olan isimli düzgün cümlələri seçin. Birinci cümləmizdə I like Shakespeare's plays. Mən Shakespeare'in dram əsərlərini xoşlayıram. Burada təbii ki, hər hansısa bir adam adı, daha sonra apostrof s və ismin işlənməsi düzgün yiyəlik hal hesab olunur və birinci cümləni biz düz götürürük. İkinci cümləmizdə you mustn't touch children's paintings qeyd olunmuşdur ki, children kökdən dəyişən isimdir. Yəni cəmi kökdən dəyişməklə düzəlir və bu səbəbdən biz həmin cəmi kökdən dəyişən isimlərin yiyəlik halda apostrof s-dən istifadə etməliyik. Təkrarən s, yəni cəm s əlavə olunduğu üçün biz ikinci cümləni artıq səhv hesab edəcəyik. Üçüncü cümləmizdə my brother's friend is studying with me. Mənim qardaşımın dostu mənimlə təhsil alır, oxuyur. Söhbət mənim qardaşımın dostundan gedir və apostrof s daha sonra friend isminin işlənməsi düzgün yiyəlik hal hesab olunacaq. Dördüncü cümləmizdə this car safety system is developed by this engineer. Bu cümlədə yanlışlığımız işarə əvəzliyi ilə ismin uzlaşmamasıdır. Yəni this işarə əvəzliyindən sonra dərhal gələn isimimiz tək isim olmalıdır. Car isə s qəbul edib cəmdə yazıldığı üçün artıq uzlaşmamız pozulmuş hesab olunur və cümlə səhv götürülür. Doğru cavabımız 1, 3, C var.